Hər vaxtınız xeyir olsun. Yazmışsınız ki, bu oyuncaqdır mənim. Belə eləyək də, bax bu Zazdır 1.24 ölçüdə. Orijinal lisenziyalı kolleksion model. Bir dənə bu modelə diqqətlə baxaq və sualımızın cavabını tapaq. Bu oyuncaqdır yoxsa yox? Ən xırda detalına qədər model işlənib. Hətta salonda görürsən, rolu, rüçnoyu, oturacaqları, güzgüsü, şüşəsi də kimi. Gözəl insan, əgər bu oyuncaq olsaydı, Bakıda uşaq aləmində bu modeldən olardı 10 dənə. Sədərəkdə bu modeldən olardı 500 dənə, 1000 dənə, 3000 dənə. Qiyməti də olardı 15-20 manat. Ancaq bu modelin qiyməti 145 əzəyindir. Ona görə ki, bu məhdud sayda istehsal olunan lisenziyalı kolleksion modeldir. Müəyyən bir tirajda bunlar istehsal olunur. Sonra tiraj dayanandan sonra artıq modellər nə olur? Qiyməti başlayır qalxmağa. Yəni bu gün bunun qiyməti 145 manatsa, bir ildən sonra olacaq artıq çətin tapılan bir model, bunun qiyməti olacaq 180-200 manat. İndi bu oyuncaqdır, yoxsa yox? Bu sualımızın cavabını tapaq. Özünüzə yaxşı baxın, özünüzə müğayət olun.